Növbəti mövzumuz şifahi xalq ədəbiyyatı nümunələrindən olan Xan Sarayı əfsanəsidir. Deməli, Şəki xanı bir gün ustanın yanına çağırıb deyir: "Qocalmışam, istəyirəm ki, adımı əbədiləşdirən bir saray tikdirəm. Gərək dünyada ona bərabər ikinci bir saray tapılmasın." Mahir usta xanın qabağında şərt qoyur: "Əməyimi qiymətləndirsəniz tikərəm." Xan dərhal razılığını bildirir. "Əgər saray ürəyimcə olsa, o qurub yaradan əllərini qızıla tutaram." Qoca usta qoca xana etiraz edir: "Qızıl qiymət ölçüsü deyil, xan. Mən istəyirəm ki, siz sənətə, sənətkara qiymət qoyasınız." Deməli, xan bir gün ustanın yanına çağırıb deyir ki, mən adımı əbədiləşdirmək istəyirəm və o vaxt xanlarda adını əbədiləşdirmək üçün öz adlarına uyğun bir saray və yaxud da nəsə bir tikili tikərdilər ki, öz adlarını əbədiləşdirsinlər və o da ustaya belə bir təklif edir ki, sən elə bir saray tik ki, yəni o saraydan heç yerdə olmasın da. O da deyir ki, sən əgər mənim əməyimi qiymətləndirsən, mən o sarayı tikərəm. Və xanlarda da belə bir düşüncə var idi ki, qiymətləndirmək sadəcə pullandır. Və bu da elə düşünür ki, usta yalnız qiymətləndirməyi pulla nəzərdə tutur. İndi görək, usta nəyi nəzərdə tutur, xan nəyi nəzərdə tutur. Qoca usta xana etiraz edir: "Qızıl qiymət ölçüsü deyil, xan. Mən istəyirəm siz sənətə, sənətkara qiymət qoyasınız." Və burada usta xana bir növ dərs verir. Xan ustaya söz verir. Usta şeirlərini başına toplayıb işə başlayır. Vaxt tamam olanda hamı gəlib saraya baxır. Xan görür ki, usta doğrudan da möcüzə yaradıb. 2 mərtəbəli binada bir dənə olsun mismar işlətməyib. Əlvan rənglər, heyrət doğuran şəbəkələr, divarlarda məhəbbət və qəhrəmanlıq dastanlarından götürülmüş süjetli şəkillər, günəş işığında bərq vuran şüşə günbəzlər əsl sənət incisi idi. Sarayın gözəlliyindən olduqca məmnun qalan xan ustadan soruşur: "Əhsən, əllərinə usta, de görüm bundan da yaxşı saray tikə bilərsənmi?" "Xan sağ olsun, tikərəm." Xan marağını gizlədə bilmir. "Bəs niyə mənim sarayımı bundan yaxşı tikməmsən? Hansı cəsarətlə bütün bacarığını bu məharətini əsirgəmsən?" Qoca usta qəzəbli xanın qarşısında susmur. "Xan sağ olsun, insanın sənətkarın əməyini qiymətləndirəndə yaradan əllər qara daşdan sədəf düzəldər. Yəni, əgər əməyimi qiymətləndirən biri olsa, bundan da gözəl bir sənət əsəri yaradaram." Xan qəzəblənir. "Bəs sənə verdiyim bir ətək qızıl, siz mənə əmək haqqı vermisiniz, amma sənətimə qiymət verməmisiniz." Xan qeyzini fərmana çevirir: "Sən nankorsan, qədir bilməzsən. İndi sənin o yaradan əllərini başına bir oyun açım ki, bütün ustalara, sənətkarlara dərs olsun." Deməli, nankor kim adlandırır? Xan ustanı nankor adlandırır. Niyə görə? Sırf ona etiraz etdiyinə görə. Sən zalımsan, zülmkarsan, ancaq beləsi yaradanı kəsə bilər. Onu bil ki, onun yaratdıkları intiqamı səndə qoymayacaq. Onların arasından rahat nəfəs ala bilməyəcəksən. Keyf işrət məclisləri qura bilməyəcəksən. O binalar sənin deyil, mənimdir. Onlar səni qəbir kimi sıxacaq. Aha, deməli xan usta nə cavab verir? Deyir ki, həmin o saraylar səni qəbir kimi sıxacaq, çünki haqqına deyilsən axı. Xan ustaya istehza ilə gülür. Yaradan əlləri kəstirmişəm, onları bir də qurub yaratmayacaq. Qoca usta əllərinin ağrısını unudur, xandan betər istehza ilə gülür. Sənə elə gəlir ki, mənim əllərimi kəsmisən. Amma buna sənin gücün çatmaz. İndi mənim əllərim şeirlərimdir. Məndən sonra onlar qurub yaradacaqlar. Gərək əvvəlcə dilini kəssəydim, sonra əllərini. Gec də olsa səhvimi düzəldərəm. Xan böyük tarixi abidələr yaradan bir sənətkarı öldürdürür. Və burada testlərdə belə çaşdırmaq üçün deyə bilərlər ki, xan ustanın əllərini kəsdiyi üçün peşman olur. Xeyr, xan ustanın əllərini kəsdiyi üçün yox, ustanı öldürmədiyi üçün peşman olur. Yəni deyir ki, əvvəlcə gərək öldürsəydim də, yəni əllərini kəsmək sənə kifayət eləmir. Bu qədər. Deməli, ümumilikdə
Əfsanə haqqında nə deyə bilərik? Epik növdə yazılmışdır, əfsanə janrındadır, şifahi xalq ədəbiyyatı nümunəsidir və burada əməyə, yəni əfsanənin ideyası nədir? Əməyə dəyər. Yəni burada da usta onu nəzərə çatdırmaq istəyir ki, sənətə, sənətkara dəyər veriləndə daha gözəl əsərlər yarada bilər. Aha, sonra və həmçinin burada sənətkarın gücünü də çatdırır usta ki, yəni sən mənim əllərimi kəsə bilərsən, amma mən neçə-neçə belə şagirdlər yetişdirmişəm. Yəni sən onların birinin əlini kəsə bilərsən, ikisinin əlini kəsə bilərsən, yenidən öyrədəcəklər. Bu sənət batmayacaq. O mənada. Aha, bir də o demək istəyir ki, bu saraylar, tikdirdiyin sənət əsərləri səni sıxacaq, qəbr əzabı kimi olacaq. Yəni sən əgər dəyər vermirsənsə, onlarda ürək xoşluğundan otura bilməyəcəksən də, onlar səni daim sıxacaq. Bu qədər.